venalardır. Bu dərin venalarda qapaq sistemi var ki, hansı ki bu qapaq sistemi belə deyək ki, qanın aşağıdan, yəni ayaq hissədən ürəyə doğru qalxmasına və dövr eləməsinə kömək edir. Uzun müddət oturan zaman isə və hərəkət etmədiyimizdə, ayaqlarımızı hərəkət etdirmədiyimizdə bu qan belə venalarında qan göllənməyə başlayır. Yəni orada çoxalmağa başlayır. Nəticədə bir müddətdən sonra qapaq sisteminin funksiyası zəifləyir və qan ötürülə bilmir. Bu isə qanın qatılaşmasına və yerli olaraq trombun yaranmasına səbəb olur. Tromb isə damarların içərisində olan balaca bir maddədir. Əslində çox xırda da ola bilər, amma dərin venalardan xüsusilə qopan tromb gedib ağciyəri tutub və nəticədə trombun ölçüsündən asılı olaraq ölümə qədər gətirib çıxara bilər. Digər tərəfdən uzun müddət oturmaq metabolizmi yavaşıdır. Belə ki, biz gün ərzində müxtəlif şeylər yeyərək enerji qəbul edirik və bu enerji